Xanım Zeynəb ağlaya-ağlaya dedi, bir əbi əntə və ummi ya Əbu Abdillah, atam anam sənə qurban olsun ya Əbu Abdillah. Ya Hüseyin, ölümdən danışırsan canım sənə qurban, ölümündən danışırsan, qorxmursan ki Zeynəb ölər bu sözü eşidə bilməz. Yazırlar bu yerdə Zeynəb özündən getdi. Özündən getdi, İmam Hüseyin bacısını özünə gətirdi. Dedi, bacı qurban olum, səbri əldən vermə. Hamı getdi, babam məndən üstün idi, atam məndən üstün idi, anam məndən üstün idi, qardaşım məndən üstün idi. Bir-bir getdilər. Xanım Zeynəb bilirsiniz nə dedi? Dedi, sənə qurban olum, onların biri gedəndə başqası ilə qəlbimi ovundururdum. Ay bütün gedənlərin yadigarı, səndən sonra Zeynəb neynəsin? Axı mənim daha heç kəsim qalmır. Xanım Zeynəbin bir şeirə səbri yoxdur dünən gecə. Bilmirəm bugün o müsibətləri görəndə nə çəkdi, nələr çəkdi.